Salam 7-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7-ci sinif biologiya 1-ci hissə dərsliyindən 1-ci bölmənin 6-cı mövzusunu izah edəcəm. Bu mövzuda bakteriyalar haqqında məlumatlar əldə edəcəyik. Açar sözlərimizə yenə diqqət edirik. Bakteriya, yəni bakteriya hüceyrəsi haqqında məlumatlar alacağıq. Bakteriyalar haqqında ümumi məlumat alacağıq. Onların faydalı, zərərli deməli təsirlərindən danışacağıq. Bir də spordan danışacağıq. Bakteriyalar haqqında keçən dərslərimizdən nə bilirik? Biz keçən dərslərimizdən bilirik ki, bakteriyaların qılafı bitki və göbələkdə olduğu kimi qalındır, hüceyrə divarı adlanır. Hansı qılafı idi? Xarici qılafı idi. Bir də bakteriyalar haqqında nə bilirdik? Biz bilirdik ki, bakteriyalar nüvəsiz orqanizmdirlər. Yəni necə? Prokaryot orqanizmdirlər. İndi keçirik yeni biliklərin əldə olunmasına. Bunlar hələ ki bakteriyalar haqqında bizim bildiklərimiz idi. Deməli, Nobel mükafatı laureatı Alman həkimi Robert Koch 1877-ci ildə vərəmin törədicisi olan çubuq şəkilli bakteriyaları kəşf etmişdir. Bu çubuq şəklini bir qrafaya alaq. Deməli, Robert Koch ilk dəfə vərəm törədici bakteriyalarını kəşf etmişdi. Buradan nəyi başa düşək? Buradan başa düşürük ki, vərəm xəstəliyi əslində bakterial xəstəlikdir. Deməli, vərəm xəstəliyini orqanizmamızda törədən bakteriyalardır. Necə bakteriyalardır? Çubuq şəkilli. Niyə çubuq şəklini qrafaya aldım? Çünki biz bakteriyaların müxtəlif formalarından danışacağıq. Deməli, onlardan biri quruluşuna görə çubuq şəkilli bakteriyalardır. Misal göstər desələr, vərəm çubuqlarını misal göstərə bilərik ki, onlar çubuq şəkilli bakteriyadır. Vərəm xəstəsinin ağciyərindən hazırlanmış preparata mikroskop altında baxarkən Koch çoxlu nazik çubuğa bənzər cisimciklər görür. Sonra bu bakteriyaları Koch çubuğu adlandırırlar. Alimin şərəfinə belə adlandırırlar. Baxın, mikroskop altında baxıb. Niyə? Çünki bakteriyaların əksəriyyəti mikroskopikdirlər. Yəni kiçikdirlər. Adi gözlə görmək mümkün deyil. Ona görə də preparat hazırlayır. Preparatı keçən dərslərimizdə biz öyrəndik. Hansı ki, mikroskopda baxacağımız hər hansı bir canlının və yaxud da cismin kiçik bir hissəsidir ki, ondan xüsusi formada hazırlanır preparat şəklində. Daha sonra mikroskopda baxılır. İndi gəldik bakteriyanın quruluşuna. Bakteriyanın quruluşu. Bakteriyalar çox kiçik ölçülü bir hüceyrəli orqanizmlərdir. Bakteriyalar bir hüceyrəlidir. Bakteriyaların çox hüceyrəli formasına rast gəlməyəcək. Onlar bir hüceyrəlidir. Onların bir hüceyrəsi elə bir orqanizmə bərabərdir. Yəni elə onun bir hüceyrəsi bir orqanizmidir. Bir bakteriya orqanizmi. Yəni bir bakteriya hüceyrəsi bir orqanizm deməkdir. Bir hüceyrəli orqanizmdirlər. Mikroskopdan istifadə etmədən adətən onları adi gözlə müşahidə etmək mümkün deyil. Niyə? Çünki çox kiçikdirlər, mikroskopikdirlər, xırdadılar, görmək mümkün deyil. Bakteriyaları öyrənən elm sahəsi bakteriologiya elmi adlanır. Biz bunu İlk dərslərimizdə keçmişik ki, bakteriologiya bakteriyaları öyrənən elm sahəsidir. Gəlin indi bir bakteriyanın quruluşuna baxaq, daha sonra davam edək. Deməli, şəkilə diqqət edirik əvvəlcə. Baxaq, deməli bir bakteriyanın quruluşunda nələr var? Xaricdən başlayırıq. Qoruyucu kapsul. Baxın, qoruyucu kapsul. Baxın, bu qoruyucu kapsul hüceyrə divarının üstündə yerləşir. Biz nə demişdik? Demişdik ki, bir hüceyrə təşkil olunub, qılaf, sitoplazma, nüvə, amma bunlarda nüvə yoxdur da, ona görə nüvəni yazmıram. Qılaf da iki cür olurdu, xarici, bir də daxili qılaf olurdu, elə deyil? Amma bakteriyaların bəzilərində üstündə qoruyucu kapsul da olur. Hamısında olmur uşaqlar. Bəzilərində olur. Əsasən də bu qoruyucu kapsul əlavə məlumat kimi sizə deyim, xəstəlik törədən bakteriyalarda olur. O kapsul xəstəlik törədən bakteriyalar orqanizmə girəndə, daxil olanda deməli təbiətdə keçmisiniz 6-cı sinifdəki qanda hüceyrələr var, qoruyucu hüceyrələr hansı ki qana yad cisim düşəndə onları məhv eləyir. Bax, bunlar da özünü o hüceyrələrdən qorumaq üçün belə üzərlərində qoruyucu kapsulları olur.
spor. Bu əlavə məlumat idi dərsimizdə yoxdur, amma yəni biləsiniz ki, bu qoruyucu kapsul niyə var qılafın üzərində? Hüceyrə divarı onsuz da bərkdir, möhkəmdir. Amma qoruyucu kapsulda orqanizmə düşəndə, məsələn, xəstələnəndə dərman içirik axı, ona qarşı daha biraz müqavimətli olsun deyə var. Düzdür, dərmanlar onu sonradan məhv eləyir, amma yenə də bu da özünü biraz qoruya bilir. Aydındır? Deməli, qoruyucu kapsul adından göründüyü kimi bakteriyanı qoruyur. Onun altında nə yerləşir? Hüceyrə divarı. Hüceyrə divarı hansı qılaf idi? Xarici qılaf idi. Hüceyrə divarı bərk idi, möhkəm idi. Altında nə yerləşir? Plazmatik membran. Plazmatik membran necə qılaf idi? Daxili. Ay, qılaf yazmaydım, xı yazdım. Daxili qılaf, qısa-qısa yazıram. Onun altında nə yerləşir? Sitoplazma. Sitoplazmada nə yerləşirdi? Nüvə və orqanellər. Burada artıq nüvə yazmayacağıq. Yazacağıq orqanellər. Bir də nüvə yazmayacağıq, amma nüvənin içərisindəki irsi məlumat daşıyan bir hissə var idi. O nə idi? Xromosomlar. Hansı ki biz evkaryot hüceyrələrdə demişdik ki, xromosomlar, yəni irsi məlumat daşıyıcıları nüvədə yerləşir. Bakteriyalarda nüvə olmadığına görə bu xromosomlar sitoplazmada sərbəst halda yerləşir. Və bu hissə nədir? Bu qamçıdır. Qamçının işi nədir? Hərəkətə xidmət edir. Hərəkəti, deməli, bakteriyanın hərəkətini təmin edir. Bütün bakteriyalarda qamçı varmı? Xeyr. Bəzilərində var, bəzilərində yoxdur. Hansı ki, hərəkət etməlidir, onun qamçısı var. Yəni, hərəkətə ehtiyacı olmayanlarda qamçı yoxdur. Ribosom keçən dərs keçmişik, yadımıza salaq. Ribosom necə orqanel idi? Membransız orqanel idi. Hansı hissələrdən təşkil olunmuşdu? İki hissədən, kiçik hissə, bir də böyük hissədən. Ribosomun işi nə idi? Zülal sintez etmək idi. Zülal nə üçün vacib idi? Həyati prosesləri yerinə yetirməyə, enerji verməyə zülal vacib idi. Bu oldu bir bakteriya hüceyrəsinin quruluşu. Çox sadə quruluşdadır. Məsələn, keçən dərs keçdiyimiz orqanellərdən, mitoxondrdən burada danışmadıq. Plastiddən burada danışmadıq. Vakuoldan burada danışmadıq. Görürsünüz, bunun hüceyrəsi çox sadə quruluşludur. Elə qılaf, sitoplazma, ondan sonra ribosom orqanellərdən, irsi məlumat daşıyıcısı xromosom, bəzilərində qoruyucu kapsul, bəzilərində qamçı var deyəcəyik. Bu oldu şəkil üzrə izahım. Davam eləyək. İndi dərsimizdə yazılanlara bir-bir baxaq. Bəzi bakteriyalar oksigenli, bəziləri oksigensiz mühitdə yaşayırlar. Yəni, bəzi bakteriyalar var ki, onlar tənəffüs etmələri üçün oksigene ehtiyac duyurlar. Necə ki, bizlər oksigene ehtiyac duyuruq tənəffüs etmək üçün. Onlar oksigenli mühitdə yaşayırlar. Oksigen olmasa onlar ölürlər. Amma bəziləri oksigensiz mühitdə yaşayırlar. Yəni, oksigen olmasa onlar məhv olmurlar. Əksinə, oksigen onları məhv edə bilir. Qida çatışmadıqda çox yüksək və ya çox aşağı temperatur kimi əlverişsiz şəraitdə bakteriyalar spor əmələ gətirir. Baxın, uşaqlar, bakteriyalar üçün əlverişsiz şərait deyəndə bir deyirik qida çatışmamazlığı, ya həddən artıq yüksək temperatur, ya da həddən artıq aşağı temperatur. Yəni, çox yüksək və yaxud da çox aşağı temperaturda bakteriya deməli spor əmələ gətirir. Niyə? Çünki onun üçün əlverişsiz şəraitdir bu şərait və spor şəklində o uzun müddət yaşaya bilir. Gəlin görək bu sporu necə əmələ gətirir. Bu zaman sitoplazmanın, bax bu cümlələrə diqqət edin. Əgər siz fən müsabiqələrinə gedəcəksinizsə, biologiyada 7-ci sinifdə bilirsiniz fən müsabiqəsi var. Belə cümlələr çaşdırıcı cümlələrdir. Düşə bilir, şəkillə də düşə bilir, sözlə də düşə bilir. Ona görə də bu cümlələrə diqqət edin. Bu zaman sitoplazmanın bir hissəsi qılafdan ayrılır. Baxın, qılafın üstündən əmələ gəlmir spor. Qılafın altında sitoplazmanın belə hamısı sporun altında qalmır. Sitoplazmanın, baxın bu ikinci şəkildə, bax bura yazıram 1, burada yazıram 2. Sitoplazmasını göstərib, bir də qılafını göstərib. Görün, sitoplazması baxın, iki hissəyə ayrılır, yavaş-yavaş hissəyə parçalanır, qılafdan ayrılır. Və onun ətrafında əvvəlcə membran, baxın, onun ətrafında əvvəlcə membran, sonra isə hüceyrə divarı əmələ gəlir. Deməli, bir də deyək, sitoplazmanın bir hissəsi qılafdan ayrılır, onun ətrafında əvvəlcə membran, sonra isə hüceyrə divarı əmələ gəlir. Sporun daxilində həyati proseslər zəifləyir və artıq bu çevrilir bir spora.
Baxın, deməli, yavaş-yavaş ayrıldı. Sonra onun ətrafında membran, yəni plazmatik membran, daxili qlaf, sonra hüceyrə divarı əmələ gəldi və o çevrildi spora. Bu mərhələlər sporun əmələ gəldiyini göstərir. Deməli, ilk hüceyrənin ətrafında yaranmadı bu spor. Hüceyrənin daxilinin bir hissəsi ayrıldı qlafdan. O sitoplazmanın ətrafında membran yarandı təzədən, qlaf yarandı təzədən. Onun üzərində bu artıq spora çevrilmədir. Yarandı yeni bir spor. Deməli, spor bütövlükdə bakteriya hüceyrəsini əhatə etdimi? Xeyr. Buna da diqqət edirik. Sporun daxilində həyati proseslər zəifləyir, çünki artıq bu əlverişsiz mühitdədir və fəaliyyət zəifləyir. Əlverişsiz mühitdə sporlar uzun müddət qala bilir. Əlverişli daha doğrusu şəraitə düşdükdə isə bakteriyalar yenidən fəaliyyətə başlayır. Yəni artıq əgər çox yüksək temperatur idi, bu spora çevrilmişdisə, temperatur normallaşdısa, spor dağılır, yenidən bakteriya hüceyrəsi, artıq hüceyrə divarda var, qlafı da var. Deməli, bu sporun altında elə deyil. Deməli, normal hüceyrədə də fəaliyyət eləyəcək. Və yaxud da çox aşağı temperatur idi, normala qayıtdı, yenə eyni. Qida çatışmırdı, artıq qida əmələ gəldi, sporun örtüyü əriməyə başladı. Bu da oldu bakteriyanın spor əmələ gətirməsi. Deməli, bakteriyanın sporu nə üçündür? Onu əlverişsiz mühit şəraitindən qorumaq üçündür. Davam eləyirik. Bakteriyaların bəziləri qida maddələrini özləri hazırlayır. Biz qida maddələrini özləri hazırlayır demişdik. Əksər bitkilər üçün elə deyil. Demişdik ki, bitkilərdə karbon qazı, bir də sudan istifadə edərək, bunu təbiətdə də keçmisiniz, sudan istifadə edərək, bunun üçün işıq və xlorofilin olması vacib idi və bunun nəticəsində nə əmələ gətirirdi? Üzvü maddə, bu təkrardır təbiətdən, bir də oksigen əmələ gətirirdi, elə deyil? Bu prosesin adı adlanırdı fotosintez. Bakteriyaların bəziləri, bəzi nə deməkdir? Yəni az bir qismi, çoxu yox ha, bəziləri, az bir qismi özləri hazırlayırlar qida maddələrini. Amma digərləri, yəni əksəriyyəti hazır qida maddələrindən istifadə edir. Yəni özü hazırlamır. Kənarda hazır olan qida maddələrindən istifadə edir. Belə bakteriyalara biz, məsələn, parazit bakteriyaları misal göstərə bilərik. Amma uşaqlar, o demək deyil ki, hazır qida maddəsindən istifadə edən bütün bakteriyalar parazitdir. Xeyr, parazit olmayan, xeyirli olan qida maddəsi hazırlayan bakteriya da var. Parazit nədir? Xəstəlik törədən bakteriyadır. Yəni, hər hansı bir canlı orqanizmə düşərək, onda xəstəlik əmələ gətirir. Parazit bakteriyalar canlılarda müxtəlif xəstəlik törədir. Torpaqda yaşayan bəzi bakteriyalar bitki və heyvan qalıqlarıyla qidalanaraq onları daha sadə maddələrə qədər parçalayırlar. Baxın uşaqlar, bax torpaqda yaşayan bakteriyalar var. Nə dedik? Dedik ki, bitki və heyvan qalıqları ilə qidalanır. Onları sadə maddələrə qədər parçalayır. Əgər torpaqda yaşayan bakteriyalar olmasaydı, bir fikirləşin görün nə baş verərdi. Baxın, heyvanların qalıqları ilə qidalanır. Onda bu bakteriya olmasa, heyvan qalıqları artdıqca üst-üstə yığılsın, nə qədər heyvanlar ölürlər və onlar əgər torpaqda qalarsa, üfunət iyi, xəstəlik yayılacaq. Görürsünüz, bakteriyalar nə qədər xeyirlidir ki, onları parçalayır sadə maddələrə qədər və onların tərkibində olan maddələr də torpağa qarışır, torpaq da münbitləşir. Bəzi bakteriyalar isə insan və heyvanlarda qidanın həzmində, digərləri isə bağırsaqlarda bir sıra vitaminlərin sintezində iştirak edir. İndi buradan nə başa düşürük? Görürük ki, bakteriyaların xeyirli olanları da var. Hansı ki, bitki heyvan qalıqlarıyla qidalanan bakteriyalar olsun, insan və heyvanlarda qidanın həzmində iştirak edən bakteriyalar olsun, bağırsaqlarda bir sıra vitaminlərin sintezində iştirak edən bakteriyalar olsun. Məsələn, buna bağırsaq çöpü bakteriyalara aiddir. Bunlar bizim bağırsağımızda yaşayır və vitamin sintez edirlər. Deməli, bizim orqanizmamızın daxilində yaşayan bakteriya var. O bizə xəstəlik vermir, xeyir verir. Amma məsələn, vərəm bakteriyaları daxil olsa orqanizmamıza, o bizdə xəstəlik törədəcək. Akciyərlərimizdə vərəm xəstəliyini əmələ gətirəcək. Deməli, hər bakteriya ziyanlıdırmı? Xeyr. Hər bakteriya xeyirlidirmi? Xeyr. Torpaqda yaşayan bakteriyalar ziyanlıdırmı? Xeyr, xeyirlidir. İnsanda yaşayıb vitamin sintez edən bakteriyalar ziyanlıdırmı? Xeyr. İnsanda yaşayan parazit bakteriyalar ziyanlıdırmı? Bəli. Bu kimi cümlələrə artıq öz deməli
cavablarınızı hazırlamağa çalışın. Çünki artıq bir mövzudan sonra ola bilər ki, kiçik summativ qiymətləndirmə yazasınız. Bu dərslərə diqqətlə baxın. Baxın indi xəstəlik törədən bakteriyalar. Vəba törədicisi. Baxın, biraz vergülə oxşuyur. Vəba törədicisi vergül şəkilli bakteriyadır. Bayaq dərsin əvvəlində vərəm çöpləri, çubuqları oxuduq. Dedim ki, orada bakteriyaların görünüşünə görə müxtəlif formaları var. Məsələn, vərəm törədicisi çubuq şəkillidir. Baxın, çubuğa oxşuyur, çubuq şəkillidir. Sonra bəzi bakteriyalar var ki, spiral şəkillidir. Bəzi bakteriyalar var ki, kürə formasındadır. Kürə formasındadır, yəni yumrudur, kürə şəkillidir. Bu da olur bakteriyaların müxtəlif formaları. Çirkəb suların təmizlənməsində, baxın, çirkəb sularının təmizlənməsində, pendir və qatıq istehsalında, dərman sənayesində bakteriyalardan geniş istifadə olunur. Deməli, bu bakteriyalar bizə kömək edir bu işləri yerinə yetirməkdə. Xeyirli bakteriyalardır. Bakteriyalar əlverişli şəraitdə müəyyən ölçüyə çatdıqda sadə bölünmə yolu ilə ikiyə bölünərək çoxalır. Yəni, bu o deməkdir ki, bakteriya böyüyür, balaca bir bakteriya idi, böyüyür, böyüyür, müəyyən bir ölçüyə çatdıqda böyüməsi dayanır, başlayır bu bir dənə bakteriya iki yerə bölünməyə. Bundan iki dənə bakteriya əmələ gəlir. Bu bölünmə, yəni bakteriyanın bu çoxalması adlanır ikiyə bölünərək çoxalma. Deməli, bizə cümlə şəklində düşsə ki, bakteriyalar necə çoxalır? İkiyə bölünmək yolu ilə çoxalır. Buna aid məsələlər həll eləyəcək. Necə həll eləyəcək? Hər bakteriyanın özünün bölünmə vaxtı var. Amma biz ümumi bir düsturdan istifadə edərək bunu tapacağıq. Uşaqlar, əvvəlcə yadınızda saxlayın ki, bilməlisiniz ki, hər dəfə hər bakteriyadan iki dənə bakteriya əmələ gəlir. Yəni, bir dənə bakteriya bölünəndə ondan ikisi yaranır. Yəni, bu bölündü, iki dənəsini əmələ gətirdi. Sonra bunlar da bölünəcək. Bundan da, baxın, bölündü, ikisi yarandı. Bu da bölündü. Bundan da ikisi yarandı. Hər dəfə bölündükcə sayları 2-2 artacaq. Ona görə də biz bunu hesablamaq üçün 2 üstü n düsturundan istifadə edəcəyik. N nədir? N həm bakteriyaların nəsillərinin sayıdır. Yəni, birinci dəfə bölünəndə ikisi yarandı da bu birinci nəsil idi. Bu ikinci nəsildir ki, bu bölünüb ikinci nəslin sonunda 4 dənəsi əmələ gəlib. N nəsillərin sayıdır. İndi gəlin məsələn yerinə qoyaq. 2 üstü 1 yazanda nə olur? 2 üstü 1 o deməkdir ki, 2, elə deyil? Yəni 2 vur 1. Nədir bu? Yəni 2. Elədir. İndi burada bir dənə bakteriya bölünüb həqiqətən ikisini yaratmışdı. İndi 2-nin qüvvətinə 2 yazıram. 2 üstü 2 nə deməkdir? Yəni 2-ni 2 dəfə özünə vurursan. Eləyir 4. Həqiqətən də ikinci nəsildə 4 dənə yarandı mı? Gəlin istəyirsiniz üçüncü nəsli də quraq. Baxın, bu bakteriyadan da ikisi əmələ gələcək. 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 Üçüncü nəsil 2 üstü 3 yazaq nəsilə. Eləyir 8. Gəlin görək 8 dənə oldu. Başqa rəng götürüm çünki qarışır. Baxın, bax, işarələyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. Həqiqətən də bu nə oldu? 8, daha doğrusu bu n oldu nəsillərin sayı. Neçə nəsil əmələ gəlirsə, biz onu 2-nin üstünə yazaraq həmin rəqəmi tapırıq. İndi sizə əlavə buna aid məsələləri həll etmək üçün bir qısa xatırlatma eləyəcəm öz slaydımda. Bir də ümumi bakteriyaların bitki, heyvan deməli hüceyrəsindən fərqli xüsusiyyətlərini qeyd eləyəcəm. Sonra tapşırıqlara baxacağıq. Deməli, əvvəlcə uşaqlar gəlin bitki, heyvan, bir də bakteriya hüceyrəsinin oxşar və fərqli xüsusiyyətlərinə baxaq. Oxşar xüsusiyyətlərinə baxanda hər bir hüceyrədə nəyi götürəcəyi oxşar? Plazmatik membranı üçündə də var, elədir? Götürdük plazmatik membranı. Hər üçündə sitoplazma var? Bəli, hər üçündə sitoplazma var. Hər üçündə ribosom var? Bəli, hər üçündə ribosom var. Hər üçündə xromosom var. Baxın, xromosom bitkidə var, nüvədədir. Heyvanda var, nüvədədir. Bakteriyada var, sitoplazmadadır. Amma var da, elə deyil. Onsuz nüvəsi yoxdur, amma xromosomu var. Bunlar hər ikisi üçün oxşar xüsusiyyətdir. Hər üçü üçün daha doğrusu. Yalnız bakteriyaya xas olan hansı ki, daha doğrusu bakteriyada olan
nelerdir? Daha doğrusu bitki ve heyvanda olan ama bakteriyada olmayan nelerdir? Mesela buna misal göstererek nüvəni hem bitki hem heyvanda. Bu onların ikisi üçün oxşar xüsusiyyətdir. Mitoxondri hem bitkide var hem heyvanda var. Evkaryot olması yani nüvəsinin olmasına göre bunlar evkaryot adlanırdılar da. Bunlar üçün ortak xüsusiyyətdir. Bitkinin mesela onlardan digər ayıran xüsusiyyəti hüceyrə divarı. Bu bakteriya ilə oxşar xüsusiyyətdir. Bunu da gəlin bir başqa rənglə rəngləyək. Deməli, bitkidə də hüceyrə divarı var. Bu bitki ilə bakteriyanın oxşar xüsusiyyətidir. Bakteriyada da hüceyrə divarı var. Bitkinin onlardan fərqli xüsusiyyəti xloroplastın olmasıdır ki, bitkide var, onlarda yoktur. Vakuol bitkide iridir, daim var ve merkezde yerleşir. Heyvanda müvəqqətidir. Qovuqcuk şeklinde olur, sonra itir, sonra yenisi əmələ gəlir. Ama bitkide daim olur. Bu oldu bir-birlərindən fərqli xüsusiyyətlər. Bunu dəftərinizdə özünüz üçün çəkin, qeyd eləyin ki, bir-birindən fərqləndirə biləsiniz. Gəldik bunlara aid məsələləri həll eləmək üçün. Sizə bu slaydı göstərirəm, düsturu göstərəcəm ki, necə həll eləyəsiniz. Baxın, bakteriyaların bölünməsi. Bir bakteriya hüceyrəsidir, ikiyə bölünmə yolu ilə ikisi əmələ gəldi. Neynədik? 2 üstü 1 yazdıq. Sonra bu bakteriya hüceyrəsində ikinci nəsil, bu birinci nəsil idi. Yazdığımız, 2'nin üstünə yazdığımız nəsildir. İkinci bakteriya, ikinci dəfə bu bakteriyalar, hansı ki birinci nəsildə əmələ gələn bakteriyalar yenidən bölündülər. 4 dənə hüceyrə yarandı. Hardan tapdıq? 2'nin üstünə 2 yazdıq. Sonra bu bakteriyada yenidən bölündü. Üçüncü nəsil, yəni əmələ gələn bakteriyalar təzədən bölündü. Üçüncü nəsildə 8 dənə bakteriya yarandı. Baxın uşaqlar, biz bunu bir bakteriya üçün götürdük. Məsələn, bizə deyə bilərdi ki, 4 dənə bakteriyadan neçəsi əmələ gələ bilər? Onda bu əmələ gələnlər, sonda əmələ gələnləri 4'ə vuracağıq və yaxud da 10 dənə deyirsə 10'a vuracağıq. Burada bölünmə müddətini, bölünmə vaxtını tapma düsturunu mən sizə izah eləyəcəm. Məsələləri bunlarla həll eləyəcəksiniz. Bölünmə müddəti bizdə n-dir. Ekranı böldüm. Bölünmə müddəti n-dir. Bakteriya hüceyrələrinin bölünməsi üçün lazım olan zaman n. Düsturumuza baxırıq. Vaxt, dəqiqə və ya saat bölünsün nəsillərin sayı düsturuyla hesablanır. Burada deməli, vaxtı nəsillərin sayına böldük, bölünmə müddətini tapdıq. Yəni neçə dəqiqədən bir bölünür? 10 dəqiqədənmi, 20 dəqiqə, 30, 40. Hər bakteriyanın özünə məxsus bölünmə dəqiqəsi var. Baxın, burada misallara baxırsaq çöpü bakteriyası 17 dəqiqədən bir bölünür. Pendir bakteriyası 26. Bunu əzbərləməyiniz lazım deyil uşaqlar. Sadəcə bu cədvəli ona görə sizə göstərirəm ki, yəni hər bakteriyanın bölünmə müddəti eyni deyil. Məsələn, 20 dəqiqədən bir bölünə bilən var, 15 dəqiqədən bir bölünə bilən var, 1 saatdan bir, 24 saatdan bir. Hər bakteriyanın özünün bölünmə müddəti var. Ona görə də bölünmə müddətini tapmaq üçün nə edəcəyik? Bunu n-dən işarələyirik. Bizə verilən vaxt nə qədərdirsə, t, tutaq ki 5 saat, 10 saat, 20 saat, 40 saat neçə deyirsə, həmin vaxtı nəslin sayına bölməklə biz bakteriyanın bölünmə vaxtını tapacağıq. Bax, burada yazıram bakteriyanın bölünmə vaxtı. Yəni uşaqlar, bu bakteriya bir dənə bakteriyadan 2 dənə bakteriyanın əmələ gəlməsinə nə qədər vaxt sərf olunub? Həmin vaxtdır. Aydındır? Bu da mənə verilən bir vaxtdır. Tutaq ki 2 saatda deyil, 5 saatda deyil, 10 saatda deyil. Nə qədər bakteriya əmələ gəlib buna uyğun tapacağıq. Sonra bundan başqa belə bir düsturumuz var. BT bərabərdir B0 vurulsun 2 üstü n. 2 üstü n mənim bayaqdan izah elədiyim bu n nəsil sayıdır. Da elə deyil, nəsil sayıdır. İndi gəlin BT ilə B0 görək nədir? Bu ümumiyyətlə BT bərabərdir B0 vurulsun 2 üstü n düsturu ilə müddət, hansı ki bizə müddət verir, bu müddət ərzində əmələ gələn bakteriyaların sayıdır, yəni ümumi sayı. B0 mənim bölünmədən əvvəl olan bakteriyalarımın sayıdır, yəni başlanğıc bakteriyamın sayıdır B0. Yəni əvvəlcə neçə dənə bakteriyam vardı? Məsələn, deyim ki, 4 dənə bakteriyadan tutaq ki 800 bakteriyanın əmələ gəlməsinə nə qədər vaxt sərf olunub? Yəni 4 dənə bakteriyam əvvəlcədən mənə deyir 3 bakteriyadan, 5 bakteriyadan, 10 bakteriyadan, yoxsa 1 bakteriyadan. Məsələn, bu bölünmədə mənim B0-ım 1-ə bərabərdir. 1 bakteriya götürmüşəm axı. Ən əvvəldə götürdüyümüz bakteriyadan gedir söhbət.
BT isə müəyyən zaman müddətində bölünmə nəticəsində əmələ gələn bakteriyaların sayıdır. Məsələn, bu bölünməyə əsasən biz belə hesablayırıq. BT bərabərdir. B0 vurulsun 2 üstü N. N nəsillərin sayıdır. Elə deyil. B0 da başlanğıc. B0-ın 1-dir. Vurulsun 2. Neçə dənə nəsil var? 3 dənə nəsil var. 2 üstü 3 bərabərdir 8. Həqiqətən də sonda 8 bakteriya əmələ gəlmişdi. Bəli, əmələ gəlmişdi. Deməli, bu düsturdan istifadə edərək siz bakteriyaların sayını tapa bilərsiniz. Bakteriyaların bölünmə müddəti təxminən 12 dəqiqədən 24 saata qədər və daha çox dəyişə bilir. Laboratoriyada bağırsaq çöplərinin bölünmə müddəti 15-20 dəqiqə, bağırsaqda təbii mühitdə isə 12-24 saat olur. Yəni mühiti dəyişməklə də bakteriyaların sürətini dəyişə bilərik. Bu da əsasən temperaturdan, turşuluqdan asılı olaraq dəyişə bilir. Bu oldu bakteriyaların tapılması üçün bizə lazım olan düsturlar. Bu bakteriyanın bölünmə vaxtının düsturuydu. Baxın bu. N bölünmə vaxtı, T mənə verilən vaxt məsələn şərtində N də nəsillərin sayı idi. Bir də düsturumuz budur. BT bərabərdir. B0 vurulsun 2 üstü N düstur. İndi gəlin dərsliyimizdə olan tapşırığa baxaq. Deməli, buranı silim, tapşırığımızı rahatlıqla görə bilək. Bizə nə verib uşaqlar? Bizə verib ki, otaq temperaturu şəraitində bir stəkan çiy süddə 1 saatda, baxın, vaxtı verdi mənə. 1 saat. 1 saatda 800 bakteriya əmələ gəlmişdir. Bir də nəyi verdi? BT-ni verdi. Dedi ki, 800 bakteriya əmələ gəlib. Aha. Əgər bu bakteriyalar hər 20 dəqiqədən bir bölünərsə, yəni nəyi verdi? Böyük eni, yəni bakteriyanın bölünmə vaxtını qaydaq slaydımızda baxaq. Baxın, bölünmə vaxtı var idi. Bax onu verdi. Dedi ki, bakteriya 20 dəqiqədən bir bölünür. Bu vaxtı da mənə verib, 1 saat verib. Bu vaxtı da mənə verib, 20 dəqiqə verib. Deməli, mən nəyi tapa bilərəm? Nəsil sayını tapa bilərəm qaydaq dərsliyimizə. 20 dəqiqədən bir bölünərsə, onda 1 saat əvvəl süddə neçə bakteriya olub? Başlanğıc bakteriyanı məndən soruşur da, yəni B0-ı. Deməli, iki düsturdan istifadə edərək mən bu məsələni həll eləməliyəm. Həll eləyək. Deməli, birinci düsturumuz nə idi? Bölünmə vaxtımız bərabərdir. Verilən vaxt bölünsün N, yəni nəslin sayı. Buradan mən əvvəlcə nəsli tapmalıyam. Niyə nəsli əvvəlcə tapmalıyam? Çünki mənim bu B0, BT düsturum var deyə BT bərabərdir. B0 vurulsun 2 üstü N. Mən B0-ı buradan tapa biləcəm də. Necə tapacağım? Tapacağım ki, B0 bərabərdir. BT bölünsün 2 üstü N. N-i bilim ki, cavabı tapımda. Elə deyil. Onda N-i tapmaq üçün verilən vaxtı bakteriyanın bölünmə vaxtına böləcəm. Bu da neçə eləyir? Verilən vaxt 1 saatdır. Özü isə 20 dəqiqədən bir bölünür. Gəlin saatı dəqiqəyə çevirək. 1 saat 60 dəqiqədir. Böldüm 20 dəqiqəyə, tapdım 3-ü. 3 nədir? Nəsillərin sayıdır. Əla. Bunu tapandan sonra bu düsturda yerinə qoyacağım. Rəngi dəyişib ki, nəzərə çarpsın. Deməli, düsturum necə idi uşaqlar? Burada bir də yazıram. BT bərabərdir. B0 vurulsun 2 üstü N. BT əmələ gələn bakteriyanın sayıdır. B0 başlanğıc bakteriyanın sayıdır. Mənə BT-ni 800 verib. Amma B0-ı bilmirəm. B0-ı tapmaq üçün bu 800-ü hansı ki əmələ gələn bakteriyaları böləcəm. 2 üstü N-im neçə idi? 3. Yəni 800-ü böləcəm 8-ə. Cavabı tapacağım 100. Deməli, bölünmədən əvvəl çiy süddə nə qədər bakteriya olmuşdur? 100 dənə bakteriya olmuşdur ki, 1 saat ərzində bunların sayı artıb 800-ə çatmışdır. Çünki 20 dəqiqədən bir bölünür. Aydındır. Növbəti tapşırığa da baxaq, dərsi yekunlaşdıraq, artıq çox vaxt getdi. Deməli, qrafikə nəzər yetirin. Bakteriyanın çoxalması nədən asılıdır? Baxın, uşaqlar, saatı verib. Bir də bakteriyanın sayının artımını verib. Baxın, görün, harda daha çox bakteriya əmələ gəlib? Bax, bir burada, bir də burada. Elə deyil, 500-ə yaxın, yəni tam da 500 deyil, 400 götürək. Ən çox burada bakteriya əmələ gəlib. İndi gəlin bunları müqayisə eləyək. Görək hansı daha qısa müddətdə olub. Bax, 30 dərəcə Selsi hardasa düşür 12 saat, 11 saat deyək. 11 saatda 400-ə yaxın əmələ gəlib. 20 dərəcə Selsidə isə hardasa 23 saatda 400 əmələ gəlib. Deməli, 30 dərəcə Selsidə, 30 dərəcə, ay Selsi niyə belə yazdım?
Mhm. Deməli 30 dərəcə Selsidə e, neçə saat? 11 saat ərzində, 11 saat ərzində 400 bakteriya əmələ gəlib. 20 dərəcə Selsidə 23 saat ərzində 400 bakteriya əmələ gəlib. Burada nəyi görürük uşaqlar? Temperaturun bakteriyanın çoxalmasında əhəmiyyətini. Amma daha çox yüksəldikcə daha çox bölünəcək deyə də bir qanun yoxdur. Bayaq nə dedik? Dedik ki, həddən artıq temperatur yüksəlirsə, bakteriya spora çevrilir. Çünki onun üçün əlverişsiz olur. Amma 30 dərəcə temperatur onun çoxalması üçün yaxşı bir temperaturdur. 30 dərəcə Selsi temperaturda daha sürətlə bölünür. Nəinki 20 və yaxud da nəinki 15, nəinki 4 dərəcə Selsi temperaturda. Burada mühitin digər amilləri də rol oynayır. Amma biz hələ ki temperatur amilinə baxırıq ki, temperatur amili nə qədər rol oynadı bakteriyaların çoxalmasında. Dərsimiz bu qədər. Biraz uzun oldu. Çünki burada məsələ izahı var idi. Mən sizə düsturları izah elədim. Bu düsturları başa düşmək üçün dərsi bir neçə dəfə dinləyin ki, rahatlıqla anlaya biləsiniz. Suallarınız olarsa da rəy bölməsində yaza bilərsiniz. Sağ olun. Gələn dərs görüşərik.